Qış ayının ortasında olmasına baxmayaraq hələ bizi qarşıda soyuqlar gözləyir. Bir də ki, bu il yay gəldi, sonra yenə də qış gələcəkdir. Ona görə Bugatti mağazasında özümə bir kombin yığdım. İlk növbədə tünd yuyulmuş cins, boz rəngdə troyer və mütləq şərfdən istifadə edin. Çünki boyun hissənin istiliyini qorumaq üçün şərf ən gözəl predmetdir. Həmçinin gödəkçənin də boyun hissəsini yağlanmadan qoruyacaqdır. Davam edirik. Gödəkçə. Bu gödəkçənin daxilində dolğusu Saronadır. Bu qaz tükünün süni alternatividir. Dupont firmasının yaratdığı. Çox isti saxlayır, amma yüngüldür. Və bunu səyahət üçün qatlayıb çamadana çox kompakt şəkildə qoymaq olur. Davam eləyək. Sonra isə bir beyzbol kepka əlavə edirəm. Çünki baş bağlanmasa bədən soyuq qalacaqdır. Çünki bədənin istisi başdan çıxıb gedir. Bej rəngi götürməyin məqsədi isə odur ki, üst geyimdən fərqlənsin. Davam edək və əlcəklər. Mütləq qış vaxtı əlcəklərdən istifadə etmək lazımdır. Çünki qışda əllər donarsa, bu ürək-damar xəstəliklərinə səbəb olur. Əlcək geyinməyi məsləhət görürəm. Bütün bu kombini rahatca siz də gəlib Bugatti mağazasında toplaya bilərsiniz və istədiyiniz şəkildə onu sizə burada kömək edəcəklər, onları hamısını yığmağa. Sizcə belə bir obraz mənə yaraşdı ya yox?